Qurbağa nağılı. Biri varmış, biri yoxmuş. Bir qurbağa varmış. Bir gün bu qurbağa çəmənlikdə otlayan inəyi görür. Onun yanına gəlir. Aşağıdan yuxarı diqqətlə inəyə baxır. Ürəyindən inək kimi iri və şişman olmaq keçir. Qurbağa dostu olan başqa bir qurbağanın yanına gedib deyir: Bundan sonra mən də inək kimi böyük və şişman olacağam. O belə deyib başlayır gücənməyə. Gücəndikcə də şar kimi şişir. O qədər şişir ki, axırda ayaqları yerdən üzülür. Havaya qalxıb uçur. Bir az sonra qurbağa tamamilə gözdən itir. Dostu onun arxasınca baxıb kədərli dillənir. Ay mənim ağılsız dostum. Sən hara, inək olmaq hara? Özün kim olsaydın, başına da bu iş gəlməzdi. Dostlar, əgər uçan qurbağanı görsəniz, ona deyin, geri qayıtsın. Axı dostu hələ də intizarla onun yolunu gözləyir.